Azərbaycan Texnik Universitetinin İdman Sarayında Real Aikido özünü müdafiə sənəti üzrə Respublika daxili 12-ci kəmər imtahanı keçirilib. Tədbirdə 300-dən çox idmançı iştirak edib. 100 nəfər idmançı 5-ci Q sarı və 4-cü Q narıncı kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı Beynəlxalq Real Aikido Federasiyasının vitse-prezidenti, Azərbaycan Real Aikido İdman Klubunun təsisçisi və prezidenti, beynəlxalq dərəcəli 5-ci Dan qara kəmər ustası Fariz Abdullayev qəbul edib. İmtahandan uğurla keçən idmançılar Real Aikido özünü müdafiə sənəti üzrə 12-ci beynəlxalq seminar və kəmər imtahanında iştirak etmək hüququ qazanıblar. Bu tədbirdən uğurla keçənlər may ayında keçirilməsi nəzərdə tutulan beynəlxalq seminar və kəmər imtahanında iştirak edəcəklər. Və sevindirici hal odur ki, Real Aikido özünü müdafiə sənəti qeyri-olimpiya idman növü olsa da, yarışı olmasa da bura günbəgün maraq artır və burada xüsusi diqqət çəkən məqam da odur ki, xanımlar daha çox iştirak edirlər. Digər idman növlərindən bu da yəqin ki, özünü müdafiə formatı ilə bağlıdır. Adətən bir çox idmanda artıq 30 yaşda karyera bitirsə, bizim idmanda yaş məhdudiyyəti deyə bir şey yoxdur.